Dünyanın ən bahalı 5 qəhvəsi. Dünyada ən çox satılan ərzaq növü məhz qəhvədir və firmalar bundan daha çoxlu milyonlarla qazanc əldə edirlər. Və 5 qəhvə hansıdır? 5-ci yer müqəddəs Yelena qəhvəsi. Həmin qəhvə müqəddəs Yelena adasında istehsal olunur. Deyilənə görə Napoleon Bonaparte bu qəhvəni çox sevirmiş. Kiloqramı $310. 4-cü yer. El Inherno. Qvatemalada istehsal olunan bu qəhvə səhər şeh zamanı dərilir. Buna xüsusi qulluq olunur və fermentləşdirilir. Kiloqramı $1110. 3-cü yer Ospina. Kolumbiyada yetişdirilən bu qəhvə Ant dağlarının yamaclarında yetişdirilir. Sərt iqlim şəraitində olduğuna görə təbii fermentləşir. Ondan sonra qurudulur, xüsusi emal edildikdən sonra bazara çıxarılır. Kiloqramı $1200. İkinci yer Kafe Luwak. Bu deməli İndoneziyada istehsal olunur. Sveta adında solun mədəsində fermentləşdikdən sonra ifraz olunur. Onu yuyub təmizləyib sonradan satışa çıxardırlar ki, kiloqramı $1300-1500 arasındadır. Və ən nəhayət birinci yer. Bu Taylanda aid olan Aquare Black adlı qəhvədir. Həmin qəhvə filin mədəsində fermentləşir. Ondan sonra ifraz olunur, dəfələrlə yuyulur, emal edilir və bir neçə dəfə də günəşdə fermentləşdirildikdən sonra bazara çıxarılır. Kiloqramı $2500-dan başlayır.